Senin mədən niyə qıcqırır, niyə göynüyür, gəlir bura qaydır, elə bir zəhəri udmusan. Çünki nə gəldi basıb yeyirsən, baxmırsan axı yediyivə ki, xeyirdir, zərərdir, mədəvin qıcqırdığın bilə-bilə əlivə nə keçdi, elə udursan. Qardaş, sən bilirsən ki, sənin mədən xəstədir, tədbir gör, yediyivə diqqət elə. Gözləyirsən ki, təmiz yara olsun, xoraya çevirsin ondan sonra. Tədbir nə etməlisən? Ekrandakı ürək qızart, mən sənə ətraflı izah edəcəm. Yaxınlaşırsan aptekə, Gastropix tabletka alırsan. Deməli, bu tabletkanı 12 saatdan bir qəşəng atırsan ağzına və çeynəyirsən. Yaxşı dadı var, pis deyil. Bu da nə edir? Mədədə olan turşuluğu azaldır, turşuluğu neytrallaşdırır, yanmadı, göynəmədi, bu kimi problemləri aradan qaldırır. Mədə divarın qorumaya alaraq, göynəməyə, qıcqırmaya səbəb olan problemləri mədənin öz-özünün sağalmasını təmin edir. Yəni bu nə edir? Mədəni qorumaya alır, mədə öz-özünü sağaldır. Ölkənin bütün apteklərində də var, əl satandır. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız balonlarla hər zaman sağlam qalasın.